Qardaşlar, bugün sizə ev şəraitində ideal bir dənə çiyin məşqi göstərəcəm. Bu çiyin məşqi elədir ki, 4 hissədən ibarət olacaq, set olacaq bu. Bunun üçün bizə bir cüt qantel və stol lazımdır. İdeal hərəkətdir, yəni elə bir çiyin hərəkətidir ki, göstərəcəyim set. Yəni bir aya onun dəyişimini rahat şəkildə özünüz görə biləcəksiniz. Bunun üçün bizə çox insanlar deyir ki, çiyin hərəkəti elədim, zədə aldım. Çox ağır çəkiyə ehtiyac yoxdur çiyin hərəkətlərini eləyəndə. İndi məndə biraz ağırdır, yüngül çəki yoxdur, yəni ev şəraitində. Məndəki 15 kilodur indi eləyəcəyim. Sizə 7,5 təzə başlayanlar üçün hətta 5 kilo belə kifayətdir. Birinci hərəkətimiz, stolda otururuq və yuxarı doğru bu şəkildə aşağıdan yuxarı doğru 10 dənə eləyirik. Bunu 10 dənə eləyəndən sonra ikinci hərəkət, dayanmırıq. Bir aşağı, orta və yuxarı. Bir, yuxarı qaldırdıq. Bunun özü 1 sayılacaq. 5 dənə dalbadal eləyirik. Onu qutarandan sonra keçirik buna yarımçıq. Bir. Yəni aşağı, orta və yuxarı. 5 dənə də dalıyca bunu eləyəndən sonra keçirik bu hərəkətə. Bunu da ki 10 dənə eləyirik. Yəni onu da eləyəndən sonra, yəni bu 1 set olur və bunu 4 set işləyirik. Yəni oturaq şəkildə işlədim, bəlkə fikir vermədiniz. Otururuq, aşağıdan əl yuxarı doğru gəlir. Bu bir hərəkət sayılır. İkinci hərəkətimiz 1. Yəni aşağı, orta, yuxarı. Üçüncü hərəkətimiz aşağı, dalınca orta, dalınca yuxarı. Dördüncü hərəkətimiz isə budur. Yəni ideal bir hərəkətdir. İnşallah ki, effektini görəsiniz.